Hər vaxtınız xeyir əziz abituriyentlər. Bu videoda Nicat Baxışzadənin sınaq toplusuna 72-ci sınağın izahını verəcəm. Niyə məhz 72? Çünki sizin istəklərinizi nəzərə alaraq sonuncu sınaqları izah eləmək istəyirəm. Onu da bildirim ki, 72-dən sonraki sınaqlar artıq mövzu sınağıdır və cəmi 83 dənə sınaq var. Mövzu sınağı deyəndə nəzərdə tuturam. İkinci isə mövzuları hər bir sınaq ayrı bir mövzuyyəti. Məsələn, limit, integral var, törəmə var. Vektorlar, fəza, düz xəttlər, müstəvi, oxşarlıq, fırlanma cismi və s. bunlardır. Ona görə də 72 sonuncu sınağımızdır və 72-dən sonra artıq başlayacağım növbəti videolarda 71, 70, 69 və s. Yəni bu şəkildə geriyə qayıdaraq növbəti videolarda izah eləyəcəm artıq. Qaldı ki, siz narahat olursunuz ki, çoxunuz bəlkə son sınaqlar çətindir, son sınaqlar işləsək daha məqsəd uyğun. Əslində sizə deyim ki, fərqi yoxdur. Çünki hər mövzu sınağı, daha doğrusu ümumi sınaqlar hamısı elə seçilib elə suallar salınıb ki, asanlıq çətinlik səviyyəsi olaraq mən deməzdim ki, son sınaqlar daha çətindir, əvvəlkilər asandır. Əlbəttə ki, bu sizin vərdişinizdən asılıdır. Yenə də məsləhətim odur ki, PDF-i əldə edin, PDF yoxdursa yuxarıda gördüyünüz WhatsApp nömrəsinə yazın, mən sizə PDF-i göndərim. Necə istəyirsinizsə çalışın, özünüz işləyin, işləyə bilmədiklərinizin izahına baxın və yaxud da əgər müəllimlə hazırlaşırsınızsa suallarınızı öz müəllimlərinizə də təbii ki, göndərə bilərsiniz. Hər hansısa bir problem yaransa, başa düşmədiyiniz sual olsa, mütləq mənə WhatsApp-dan yazıb suallarınızı göndərə bilərsiniz. Həmişə əlimdən gəldiyi qədər kömək eləməyə hazıram. Gəlin başlayaq birinci sualdan. Burada bizə verib ki, OK, OY və OF bir-birinə bərabərdir və hər birisi 12-dir. O zaman hələ ki, üstlərini 12 yazıram. Daha sonra bizə verilib ki, bu üç bucaq bir-birinə bərabərdir. Yəni, baxın, bu bucaqların bir-birinə bərabər olduğunu deyir. Bilirəm ki, burada tam bucaq yarandığı üçün tam bucaq 3 bərabər hissəyə bölünsə, yəni 363 bərabər hissəyə bölünsə, hər birisinə 120 dərəcə düşmüş olar. Və burada nə etmək olar? Gəlin sizə belə bir ipucu verim. YF-i götürək, birləşdirək. Bilirəm ki, YF demək bu kvadratın tərəfi deməkdir. Və burada yaranan YOF üçbucağını istəyirəm burada təsvir edeyim. Hansı ki, bura 120 dərəcədir. Buralar isə 12 olur. Təbii ki, bu bərabər yanlı üçbucaq olduğu üçün oturacağına bitişik bucaqlar eyni olmalıdır. 180-dən 120 çıxaram, qalan 62 bərabər hissəyə bölsəm, hər birisinə 30-30 olaraq düşəcək. Təpədən hündürlüyü indirirəm və indirdiyim hündürlük həm tənbölən, həm də median rolunda olacaq. Tənbölən də deyə bu 120 60-60 olaraq bölünər və median olduğu üçün də bu hissələr bir-birinə bərabər olar. Baxın, düzbucağa, üçbucağa baxaq. Bizim hipotenuzumuz 12-dir. O zaman 30-un qarşısına duran katet 6 olar. 60-ın qarşısında duran katet isə 6 kökdə 3 olar, düzdürmü? O zaman bu da 6 kökdə 3-dür. Belə çıxır ki, YF bütöv olacaq 12 kökdə 3. YF burada bizim elə kvadratımızın tərəfinə bərabərdir, yəni AD-yə bərabərdir elə. Yəni, tərəfimiz oldu 12 kökdə 3. İndi, bizdən nə soruşulurdu? Soruşulurdu, AYOF-də fiqurunun sahəsi. Baxın, bu hissələri silirəm. Baxın, bu 5 bucağının sahəsi soruşulur. O 5 bucağını tapmaq üçün əslində siz ümumi kvadratın sahəsindən burada ştrixlədiyim 2 dənə düzbucağı trapesiyanın sahəsini çıxmalısınız. Bunun üçün əvvəla yazaq ki, S ABCD kvadratın sahəsi bərabər. Bilirəm ki, kvadratın sahəsi tərəfin kvadratı ilə tapılır. Yəni ki, 12 kökdə 3-ü kvadrata yüksəldərəm. Bu da 144 vur 3 olmuş olur. Təbii ki, bu da bizə verir 432. Digər tərəfdən gedirəm YBKO düzbucağı trapesiyasının sahəsini hesablamağa. Baxın, həmin düzbucağı trapesiyanın sahəsini hesablamaq üçün belə bir hündürlük indirirəm. Bu hissələri silək. Bura 12-dir. Üst oturacaq 12-dir. Təbii ki, bura bütöv 120 dərəcə olduğu üçün bu hissə 90-dır deyə bu balaca hissəyə 30 dərəcə qalır. O zaman bura 60 dərəcədir. Əgər buranın 12 olduğunu bilirsə OK-nın, o zaman burada məsələn H deyirəm bu hissə. BH da o zaman 12-dir, düzdürmü? Təbii ki, bu hissənin 12 olduğu üçün, GO-nun 12 olduğu üçün baxıram ki, burada yaranan düzbucağı, üçbucaqdır. Hipotenuz 12-dirsə, 30-un qarşısında duran katet olacaq 6. Yəni HY 6-dır. Burada olar 6 kökdə 3. İndi, beləliklə biz BY-ni bütöv 18 almış olduq. Gəlin trapesiyanın sahəsini hesablayaq. Bilirəm ki, trapesiyanın sahəsi oturacaqların cəminin yarısı bu hündürlük düsturu ilə tapılır.
Yəni ki, 12 üstəgəl 18 bölü 2 vur hündürlük. Yəni 6 kökdə 3. 30-u 2-yə bölsəm eləyəcək 15. 15-i 6 kökdə 3-ə vururuq. Bu da bizə verər 90 kökdə 3. Təbii ki də, əgər bunun sayəsi 90 kökdə 3-dürsə, bundan 2 dənə daxı. Ona görə 2-yə vuraram. Bir yerdə 180 kökdə 3 eləyəcək. Təbii ki, bizdən soruşulan A, Y, O, F, D 5-bucaqlısının sayəsini tapmaq üçün ümumi 432-dən, yəni ümumi kvadratdan 2 dənə bu trapesiyanın sayəsini çıxmalıyam. Yəni 180 kökdə 3-ü çıxmalıyam. Bu da bizə D variantını verər. Davam eləyək ikinci sualına. Nə deyilir? Törəmək istəyir bizdən. Y' bərabər. Biz bilirik ki, A üstü X-in törəməsi A üstü X ln A idi. Ona görə də 4 üstü mənfi X-in törəməsi də 4 üstü mənfi X vur ln 4. X-in yerində isə bizdə artıq mənfi X durduğu üçün mənfi X-in törəməsinə vuraram. Daha sonra çıx. Keçirəm kotangensə. Bilirəm ki, kotangensin törəməsi, buradan yazıram, kotangens X-in törəməsi bizə verirdi mənfi 1 böl sinus kvadrat X. Mənfisi burada yazıram. İndi o zaman olacaq 1 böl mənfi sinus kvadrat 4x. Və bizdə X-in yerinə 4x durduğu üçün həmin o 4x'in törəməsinə də vurmağı unutmuram. Biraz daha sadələşdirsək. Bax, burada mənfi X-in törəməsi mənfi 1 elədiyi üçün o mənfi 1 qarşıya keçər. Qalan hər şey olduğu kimi qalır. Sonra burada 2 mənfi bir-birinə dəyər deyə toplama olur. Və 4x-in törəməsi 4 olduğu üçün bu ifadə 4-ə vurulur. Ona görə sürətində 4 yazıram. Beləliklə cavabımız hazırdır. A variantına diqqətlə baxsaz, elə bizim aldığımız cavabdır. Üçüncü suala baxırıq. AB və AC radius 6 olan çevrəyə toxunanlardır. Bilməliyiz ki, çevrə xaricindəki nöqtədən çevrəyə maksimum 2 toxunan çəkmək olar və o toxunanlar bir-birinə bərabər olur həmişə. Və bizə deyir ki, BNZ qövsünün uzunluğu 5 pi-yə bərabərdir. Bu qövsünün uzunluğu 5 pi-ymiş, tamam. Gəlin belə bir iş görək. Bu şəkildə radiuslarımızı çəkək. Radius toxunan həmişə perpendikulyar olur. Bu bucaq nədir? Dərəcə ölçüsünü hələ ki bilmirik. Alfa yazaq. Biz o alfanı tapacaq əlbəttə ki. BAC bucağın dərəcə ölçüsünü soruşur bu hissəni. Gəlin birinci alfa yazdığım hissəni tapaq daha sonra. Qövsün uzunluğundan danışır. Bunun üçün qövsün uzunluğu düsturunu bilməlisiniz. Qövsün uzunluğu düsturu belə idi. Verilən dərəcəni 360-a bölüb 2 pi yerə vururduq. Gəlin düsturu yerinə yazaq. Düsturu onsuz qövsün uzunluğu 5 pi verib. Elin yerinə 5 pi qoyuram. Alfa bölünsün 360 vurulsun 2 pi. Erin yerinə də 6 qoyuram, özü verib. Pi'ləri ixtisar eləsək hər iki tərəfdən 5 bərabərdir. Alfa böl 360 vur 12 olacaq. 12 ilə də 360 ixtisar eləsək zaten 30 qalacaq. 5 bərabərdir alfa böl 30-dan. Alfanı alaram 150 dərəcə. İndi diqqətlə fikir verin. Əgər alfa 120-dirsə, BAC bucağı, yəni bu soruşulan bucaqda əlbəttə ki 30 dərəcə olacaq. Niyə? Çünki burada bir dördbucaqlı yaranıb. Baxın, fikir verin bu dördbucaqlı. Və bilməlisiniz ki, dördbucaqlının daxili bucaqlarının cəmi 360 dərəcə olduğu üçün, axı bu iki bucaq 90 dərəcədir. Həmin o ikisinin cəmi 180 eləyir. Onda buradakı alfa və buradakı A bucağının da cəmi 180 olmalıdır. Ona görə də yazırsınız ki, bucaq BAC bərabərdir. 180 çıxılsın 150, o da eləyəcək 30 dərəcə D variantı. Baxırıq 4-cü suala. Maraqlı suala oxşuyur. Deməli, tənliyin kökləri cəmini tapın. Fikir versəz, burada loqaritm əsasları fərqlidir, amma yuxarı hissələr eynidir, hər ikisi x-dir. Təbii ki, bu bərabərlik nə zaman ödənilə bilər? İki hal var. Birinci hal odur ki, loqaritmanın aşağı hissələri, yəni əsasları bir-birinə bərabər olmalıdır. Gəlin 5x çıx x kvadratını bərabər eləyək, 15 çıx 3x-ə. Buradan alacaq ki, mənfi x kvadrat, üstə gəl 5x, üstə gəl 3x, çıx 15 bərabər 0. Hər tərəfi mənfiyə vursam, x kvadrat çıx 8x, üstə gəl 15 bərabər 0 alaram. Təbii ki, x1 və x2 köklərimiz burada 3 və 5 olur. Şagirdlər adətən belə yazır və baxır ki, köklər cəmini soruşur. Cavabı 8 yazır, amma cavab 8 çıxmır. Niyə? Çünki burada ikinci hal daha var. Əgər burada x
yəni yuxarı hissələr 1 olsa, o zaman da əlbəttə ki, bu tənlik ödənilər. Niyə? Çünki o zaman aşağıların artıq əsasların bərabər olmasına ehtiyac qalmır. Məsələn, mən loqaritma 3 əsasdan 1 yazsam da, loqaritma 5 əsasdan 1 yazsam da heç fərqi yoxdur. Yəni buraya hansı ədəd yazmağımın. Bunların hər ikisinin qiyməti 0 eləyir. Düzdür? Ona görə də bir-birinə bərabər olmuş olur. Yəni məsələn buraya yazıram ta ki 7, buraya yazıram 12. Heç fərqi yoxdur. Nə istəyirsiniz yazın. Əgər yuxarılara 1, sonlar həmişə bir-birinə bərabər olacaq. Ona görə ikinci hal yuxarı hissənin 1-ə bərabər olmasıdır. Burada bir məsələ var. Bu 3 dənə kökü aldıq. 3, 5 və 1. Bunları qoyub yerinə yoxlamalıyıq ki, görək hansı ödəyir, hansı ödəmir. Bilməliyik ki, loqaritmanın yuxarı hissəsi müsbət olmalıdır və əsasımız da 1-dən fərqli olmalıdır. 5 burada bizim üçün kənar kökdür. Niyə? Çünki 5-i aparıb burada yerinə qoysaq, görəcəyik ki, bu hissə bərabər olur 0-a. Bu da təbii ki, mümkün deyil, 0 olmamalıdır. Həmçinin burada da yoxlaya bilərsiniz. X-in yerinə 5 qoysaq, bu hissədə yenə 0-a bərabər olur. Bu da mümkün deyil. Loqaritmanın aşağı əsas hissəsi həmişə mütləq şəkildə 0-dan fərqli olmalıydı. 1-dən fərqli olmalıydı və 0-dan böyük olmaq zorundaydı. Beləliklə, ödəyən köklərimiz sadəcə 1 və 3-dür. Köklər cəmini soruşduğu üçün cavab eləyəcək 4. 5-ci suala baxırıq. AB ədədlərini verib onların hasilindən danışır. Təbii ki, A-nı B-yə vuranda mütləq şəkildə onların əsas qiymətli hissələrini bir-birinə vururam. Həmçinin qüvvətlərini də bir-birinə vururam. Bilməlisən ki, 10 üstü x-i 10 üstü 6-ya vuranda qüvvət üstləri toplanılacaq. 6-nı 2 onda 5-ə vuranda eləyəcək 15 vur 10 üstü x plus 6. Təbii ki də biz ədədi standart şəklə gətirəndə deyirdik ki, həmişə qabaqda duran, yəni qiymətli hissə, buna qiymətli hissə dedik, mütləq 1 və 10 arasında yerləşməli idi. 1 ola bilər, amma 10 ola bilməz. Ona görə də bu 15-i 1 onda 5-ə çevirməliyəm. Baxın, onu əgər 1 onda 5 vur 10 kimi parçalayıramsa, sonra zəhmət çəkməliyəm. Bu 10-a vurmalıyam. Yəni əslində olacaq 1,5 vurulsun 10 üstündə. Bunun qüvvəti 1-dir axı. 1 ilə x plus 6-nı toplayaram. X plus 7 olar. Bizə deyir ki, tərtib 11 olarsa, tərtib x plus 7-dir. X plus 7-ni bərabər eləyərəm 11-ə, x alaram 4, olar C variantı. Növbəti 6-cı suala baxırıq. Bərabərsizliyini ödəməyən ən böyük tam ədədlə ən kiçik tam ədəd. Təbii ki də böyük bərabər yazıbsa, onu ödəməyən deyirsə, demək x kvadrat çıx 7x plus 6 kiçikdir 0 olmalıdır. Düzdürmü? Bunun da kökləri 1 və 6 eləyir. Düzdür? Cavab olur 1 ilə 6-nın arası. Yəni bu ödəməyən cavabdır. Təbii ki, ödəməyən. Bizə deyir ki, ödəməyən ən böyük tam ədədlə ən kiçik tam ədəd. Təbii ki də 1 ilə 6 aralığına hansı tam ədədlər düşür? 2, 3, 4 və 5. Bunların ən böyüyü 5 olur, ən kiçiyi 2 olur. Onların hasili eləyəcək 10. Cavab olacaq Y. 7-ci suala baxırıq. Sin və kosun cəmini verib deyir, funksiyanın ən kiçik müsbət dövrünü tapan. Bunun üçün onların hər birisinin ayrı-ayrı dövrlərini tapırdıq, t-lərini tapırdıq və sonda onların tapdığımız dövrlərin əkobunu tapırdıq, yadınızdadırsa. Baxın, birinci funksiyanın dövrünə T1 deyəcəm, ikinci funksiyanın dövrünə T2. Çünki dövrü T ilə tapırdıq, yadınızdadırsa. Və T-nin əslində 2 dənə düsturu var idi. Biri 2 pi böl modulda K, biri isə pi böl modulda K. Bəs nə zaman hansını istifadə edirdik? Yadınızda saxlayın. Əgər sinus və kosinusun tək qüvvətləridirsə, qüvvətdən danışıram, əmsaldan danışmıram. Tək qüvvət, yəni üstündə 1-dirsə və ya kubdursa, 5-dirsə və s. tək ədədlərdirsə qüvvət, o zaman bundan istifadə eləyirdik. Yox, əgər cüt qüvvətlərdirsə sinus, kosinusda, o zaman bundan istifadə eləyirdik. Və son olaraq, əgər tangens, kotangens isə yenə də bu düsturdan istifadə eləyirdik. Yəni ki, daha az istifadə olunan bu düsturdur, daha az haldır. Ancaq sinus, kosinusun tək qüvvətlərində istifadə olunur. Yəni biz də hal-hazırda bu düsturdan istifadə eləyəcəyik. İndi T1 bərabərdir. Olacaq 2 pi bölünsün modulda K. K dediyimiz x-in əmsalıdır. Yəni 1 böl 4-ün modulu, o da elə 1 böl 4 edir. Eləyəcək nə? 8 pi. T2 bərabərdir. 2 pi bölünsün, bu dəfə 6-da 1.
Bu da eləyəcək 12 pi. İndi 8 pi və 12 pi olaraq əkub əlbəttə ki, hər ikisinin bölündüyü ədəd variantlara baxanda da görünür D variantıdır. 8 ilə 12 əkub 24 elədiyi üçün olur cavab D. Yəni, rahat bir sualda əkub tapmaq hər halda problem deyil bizə. Davam eləyək 8-ci sualdan. İlk 3 həddi x, 12, x çıx 18 və silsilə vurğu mənfi ədəd olan, yəni küsü mənfi imiş. Həndəs silsilən 5-ci ədədin tapın deyir. Bilməliyik ki, həndəs silsilədən danışırsa, ortadakı həddin kvadratı bərabər idi sağ solundakıların hasilinə. Yəni x ilə x çıx 18-in hasilinə. Bunun səbəbi nə idi? Ortada duran həmişə sağ solundakının həndəsi ortası olurdu. Yəni 12 bərabərdir x ilə x çıx 18-in hasilinə. Bunda hər tərəfin kvadratı yüksəldiyində zaten bu alınacaq. Ədədi silsilədə isə ortada duran sağ solda duranın cəminin yarısı olurdu. Yəni ədədi ortası. Nəsə, indi bu həll eləsə vurub atsaq, x kvadrat çıx 18, x çıx 144 bərabər 0 alarıq və bunun kökləri viyyətlə də tapa bilərsiniz. 24 və 6 eləməlidir, yəni daha doğrusu mənfi 6. İndi mənə deyirdi ki, silsilə vurğum deyirdi mənfidir. Yaxşı, indi mən baxaq görə, x-ə 24 yoxsa mənfi 6 qoymalıyım. X-ə 24 qoysam, növbəti hədd axı 12-dir. Mənim silsilə vurğum demək müsbət olub da, 2-də 1 olub. 24-dən 12-yə keçibsə, demək bizim kümüz 2-də 1 olub. Əgər künün mənfi olmasını istəyirəmsə, mütləq hədlər hər dəfə işarəsini əksinə dəyişməlidir. Demək ki, bizim kökümüz olmalıdır mənfi 6. Mənfi 6 olsa, mənfi 6-ın mənfi 2-yə vuracam, 12 eləyəcək. Sonra 12-ni mənfi 2-yə vuracam təkrar. Mənfi 24 eləyəcək. Həqiqətən də x-in yerinə mənfi 6 qoyanda bu isə mənfi 24 eləyir. Yəni bu ödənmədi. Çünki bu küyünü müsbət eləyir də. Amma bu ödəndi. Yaxşı. Şimdi daha sonra bizdən soruşur 5-ci hədd. 5-ci hədd demək B5 deməkdir. B5-i B1 vur 2 üstü 4 üstündən tapa bilərəm. O zaman B5 bərabər. B1 nə idi? Birinci hədd deməkdir. Yəni x deməkdir. Onda mənfi 6 tapmışıq. Q isə dedik ki, mənfi 2 eləyir. Niyə? Çünki baxın. Əgər bu mənfi 6-dırsa, mənfi 6, 12, mənfi 24 hər dəfə nə edir? Mənfi 2-yə vurur da. Q ona görə mənfi 2-dir. Bu hesablasaq, mənfi 6 vurulsun 16, o da eləyəcək mənfi 96. Cavab olur B. 9-cu suala baxırıq. Rəqəmləri cəmindən 7 dəfə böyük olan bütün 2 rəqəmli ədədlərin rəqəmlər cəmini tapın. Bu nə deməkdir? Rəqəmlər cəmi ümumiyyətlə nə deməkdir ki? AB ədədinin rəqəmlər cəmi nə deməkdir? A plus B. Deyir ki, rəqəmlər cəmindən, yəni A plus B-dən 7 dəfə böyük olan bütün 2 rəqəmli ədədlərin. Yəni ki, bu bərabər olmalıdır elə 2 rəqəmli ədədin özünə. Böyük olan bütün 2 rəqəmli ədədlərin rəqəmlər cəmi. İndi bunu hesablayaq. Bildik ki, bunun açılışı nə eləyir? 10A plus B bərabərdir. 7A plus 7B. 3A bərabər 6B-dən hər tərəfi 3-ə bölsəm, A-nı alacam 2B. Bizə lazımdır birinci rəqəm, ikinci rəqəmdən 2 dəfə böyük olsun. Bu da əlbəttə ki, bir qiymət verərəm. Ən kiçik təbii ki də 1 verə bilərəm də, 0 verəsi deyiləm ki, B-yə. B-yə 0 versəm, görə A da 0 olsun, 0-0 deyə 1-2 rəqəmlə də dolmur. B-yə 1 versəm, A olacaq 2, ədədim olacaq, yəni 21. B-yə 2 versəm, A olacaq 4, ədəd olacaq 42. B-yə 3 versəm, A olacaq 6, ədədimiz olacaq 63. B-yə 4 versəm, A olacaq 8, ədədimiz olacaq 84. Artıq B-yə 5 verənmərəm. Niyə? Çünki B-yə 5 versəm, A gərək 10 olsun. Axı 10 rəqəm deyil. 10 artıq 2 rəqəmli ədəddir. Demək ki, burada müxtəlif 4 dənə hal yarandı. Bizə deyir ki, 2 rəqəmli ədədlərin rəqəmlər cəmini tapın. Nə edəcəm? Bunun rəqəmlər cəmi 3-dür, bunun rəqəmlər cəmi 6, 9 və 12. Onları son olaraq toplasam, 3, 6, 9, 12-ni cəmləsəm, cəmi eləyəcək 30. Olur D variantı. 10-cu sual. 1-dən 400-ədək nömrələnmiş 400 səhifəli kitabın təsadüfən açılmış səhifəsinin nömrəsinin 11-ə bölünən olması hadisəsinin ehtimalını tapın. Deməli, ehtimal P bərabərdir.
Məxrəcdə mümkün hallar sürətdə əlverişli hallar olmalıdır. Cəmi mənim 400 səhifəm varsa, demək ki, mümkün hallarım, ümumi hallarım 400-dür. Məxrəcə dərhal 400 yazıram. İndi mənə lazımdır 11-ə bölünən. 1 ilə 400 arasında neçə dənə 11-ə bölünən ədəd var, bunu tapmalıyıq. Bunun üçün əslində rahat yol nədir? 400-ü birbaşa 11-ə böl. Gör içində neçə dənə ədəd var. Bu da təxmini kalkulyator istifadə eləyək, köməyimizə çatsın. 36 tam nə qədərsə eləyir və 36 tam nə qədərsə eləyirsə, sən onun tam hissəsini götürürsən, yəni 36. Əlverişli hallarında olur. 36, yəni yekun olaraq 4-ə ixtisar aparsaq, %9 eləyəcək. Cavab olacaq C. Bu qədər asan. Sadəcə 11-ə bölünən deyirsə, 411-ə bölürsən, bitdi, getdi. Daha sonra 11-ci suala baxırıq. Tənliyinin 2 bərabər kökü və ya yeganə kökü olarsa, n parametrini ala biləcək qiymətlərin cəmini tapın. Ümumiyyətcə 1 kəsir 0-a bərabərdirsə, demək ki, sürət də 0-a bərabər olmalıdır. Təbii ki, məxrəc 0-dan fərqli olacaq. Birincisi bunu bilməliyik. Və tənliyin 2 bərabər kökünün olması və yaxud da yeganə kökünün olması nə deməkdir? Burada 2 ayrı hal yaranır. Mən nə etməliyəm? Kvadrat tənliyi kimi yanaşı diskriminantı 0-a bərabər götürə bilərəm. Və yaxud da xətti tənlik kimi yanaşıb o cürdə işləyə bilərəm. Yəni, ümid edirəm nə demək istədiyim aydın olur. Baxın, halların hər birisini ayrı-ayrı araşdırıram. Birincisi odur ki, biz bu sürətə kvadrat tənliyi kimi baxırıq və deyirik ki, baxın, sürəti köçürmə olduğu kimi, ümumiyyətcə bir kəsirin 0 olması üçün gərək sürət 0 olsun axı. Kvadrat tənliyi kimi bilirəm ki, yeganə həll nə demək idi? 2 bərabər kök olması nə demək idi? Diskriminant 0 olması demək idi. Diskriminant bərabər b kvadrat, yəni 16 çıx 4ac, yəni 4 vur n plus 4. C isə mənfi 1-dir. Bunu 0-a bərabər eləyirəm. Olur 16 üstə gəl 4m üstə gəl 16 bərabər 0. 4m bərabərdir mənfi 32-dən. Nə gözəl mənfi 32 yazdım. Buradan demək, m alırıq mənfi 8. Bu birinci halıdır. İkinci hal nədir? İkinci hal sürətdəki yenə də həmin ifadəni yazıram, 0-a bərabərləşdim. Amma bu dəfə yeganə halı artıq devrəyə salıram. Bir tənliyin yeganə halı nə zaman olar? O tənlik xətti tənlik olarsa təbii ki. Çünki kvadrat tənlikdirsə 12 kök olacaq axı. Yeganə həllin olması üçün gərək ki, onun neyniyim? Kvadratik tənlikdən azad edeyim. Yəni onu mən çevirim xətti tənliyi. Xətti tənliyi olması üçün də gəl x-in kvadratının qarşısındakı əmsal 0-a getsin. Yəni bu olmasın da belə deyil. Çünki bu olmasa geriyə qalan tənlik xətti tənliyi olacaq. Bəs m plus 4-ün olmaması üçün, yəni 0-a bərabər olması üçün m nə olmalıdır? Mənfi 4. Bu da m-in ikinci qiymətidir. Və son olaraq üçüncü halımıza da baxsaq. Sürətdə yenə də kvadrat tənliyi kimi yanaşırıq. Əgər sürətin köklərindən biri, bilirəm ki, sürət kvadrat tənliyi olduğu üçün 2 kök olacaq. Sürətin köklərindən biri elə məxrəcin köküdürsə, yəni məxrəcə 0-a çevirənlə sürəti 0-a çevirən ortaq kök varsa, o zaman təbii ki də həmin kök kənar kök sayılır. Necə ki, belə deyək də, biz qəbul edirik ki, onlar ixtisar gedir və 0-dan fərqli qəbul edib ixtisar edirik. Yəni, o üçüncü halı nəzərə almalıyıq. Bu da təbii ki, məxrəci 0-a bərabərləyən kök deməkdir. Yəni, x plus 2-ni 0-a bərabərləyərəm. Buradan da x alınar mənfi 2. Düzdürmü? İndi x bərabər mənfi 2 kökünü aparıb yuxarıda sürətdə yerinə qoyub 0-a bərabərləşdirəm. Bax, m plus 4, x kvadrat plus 4x çıx 1 bərabər 0. Burada x-in yerine mənfi 2 qoysam, m plus 4 vurulsun 4. Üstə gəl. Bax, 4-ü mənfi 2-yə vuranda mənfi 8 eləyir. Bu da bizə verəcək 4m plus 16. Deməli. Daha sonra çıx 9 bərabər 0. Olacaq 4m bərabərdir. Nə eləyəcək?
mənfi 7. M də bərabər olacaq mənfi 7 böl 4. Ona da biz mənfi 1 tam 4 deyə bilərik. Bu da M-in 3-cü qiyməti. Yəni düz M-in 3 dənə qiyməti alınır. Məndən sonda nə soruşulur? Deyir M-in ala biləcəyi qiymətlərin cəmini tap. Son olaraq həmin o mənfi 8. Daha doğrusu mənfi 8. Sonra mənfi 4 və son olaraq mənfi 1 tam 3-də 4-də 3-ü toplayaram. O da bizə verəcək mənfi 12 çıxılsın 1 tam 4-də 3. Yəni ki, biraz səliqəsiz yazdım. Siz anlayırsınız yəqin ki, mənfi 13 tam 4-də 3 eləmiş olar. Cavab olar C variantı. Biraz düşündürücü sual ola bilər bəziləriniz üçün, amma maraqlıdır. 12-ci sualla baxırıq. 15% ilə 35%-nin cəmi 80 olan ədəd. Bilməlisən ki, hər hansısa bir ədəd götürük, ədədimiz olsun x. X-in 15% demək 0,15 x deməkdir. 35% demək 0,35 x deməkdir. Onların cəmi əgər 80-dirsə, bunları toplayanda 50 elədiyi üçün 0,5 x bərabər 80-dən x alaram 160. Demək ki, həmin ədəd 160 imiş. Cavab oldu A. İnanın ki, imtahanda da belə asan suallar olur. Sadəcə siz stressdən görmürsünüz. Ona görə rahat olun. İmtahan inşallah yaxşı olacaq. İmtahanı verib gəlin. Ondan sonra mütləq öz nəticələrinizi mənə yazarsınız. A, B. Deməli, çoxluq sualıdır. A ilə B-nin cəmini verib, kəsişməsini verib, birləşməsini soruşur. Heç nə də, neyniyərəm? Baxın, bizim düsturumuz var idi. Dedik A birləşsin B-nin düsturu nə idi? NA üstəgəl MB çıxılsın A kəsişsin B, düzdür. İndi baxın, burada bizə nə istəyir? Birləşmə. Birləşmə ilə bərabərdir, bunun davamınca yazıram. Bunun yerinə verib 30. Kəsişməni də verib 4. 30-dan 4 çıxaram, cavab olar 26 Y variantı. Su kimi sual. 14. Nə deyir? Düz xəttlər arasındakı alfa bucağın dərəcə ölçüsünü tap. 2 dənə düz xəttimiz var. Burada neyniyərəm? Onların K-larına baxaram. K-larını tapıb aralarındakı bucağı tapa bilərəm. Ən rahat yol nədir? Onların K-sını tapıb elə düsturda yerinə qoymaq. Söhbət hansı düsturdan gedir? Tangens, məsələn alfa deyir də bizdə. Tangens alfa bərabər. Onların K-larını çıxırıq bir-birindən. Bölürük 1 plus K-ların hasilinə. Bu arada nəzərinizdən çıxarmayın ki, bu deməli modulda olmalı idi bu düstur. Çünki iti bucaq tapırıq biz. İndi başlayaq. Baxın, birinci verilən funksiyaya baxıram. Oradan gəlin K-nı tapaq. K-nı tapmaq üçün Y bərabər şəkildə gətirməliyəm. X-i soldan sağa keçirsəm bu şəkildə olacaq. K-sı olacaq 1. Digərinə baxaq. Y bərabər mənfi kökdə 3 bölü 3 X üstəgəl 6. Bunun da K-sı olur mənfi kökdə 3 bölü 3. Düzdürmü? K-larını tapdığımıza görə düsturda yerinə qoyaq. Tangens alfa bərabər. Deməli, K-ları çıxmaq lazımdır sürətdə. Mənfi ya da belə də 1 çıxılsın. Baxın, 1 çıxılsın. Hansından hansını çıxmanızın heç bir fərqi yoxdur əslində. 1 çıxılsın. Mənfi kökdə 3 böl 3. Məxrəcdə isə 1 plus onların hasili. 1 vurulsun. Mənfi kökdə 3 böl 3. Olacaq nə? Sürətdə olacaq 1 plus 3 kökdə 3 böl 3. Məxrəcdə olur 1 çıxılsın kökdə 3 böl 3. Düzdürmü? Və indi bunları hesablamaq lazımdır. Ən axırda cavabı mənfi alsaz belə, yəni müsbət götürəcəyik sonsuzda. İndi baxaq. Orta məxrəcə gətirəkmi? Gətirək. Sürətdə orta məxrəc 3 olsa 3 plus kökdə 3. Məxrəcdə isə 3 minus kökdə 3. 3-lər ixtisar gedəcəyi üçün olacaq 3 plus kökdə 3 və 3 minus kökdə 3. Və burada artıq məxrəci rəssaldan azad eləmək lazımdır. Təbii ki, məxrəcin qoşması 3 plus kökdə 3-dür. 3 plus kökdə 3-ü həm yuxarı, həm aşağı vuraram. Məxrəcdə yaranacaq kvadratlar fərqi 3-ün kvadratı, çıx kökdə 3-ün kvadratı. Sürətdə isə 3 üstəgəl kökdə 3-ün mötərizə kvadratı. Davam eləyək. Sürətdə olacağı müxtəsərə görə açsaq 9 üstəgəl 6 kökdə 3 üstəgəl 3. Məxrəcdə isə 9 çıx 3. Məxrəc olur 6, sürət olur 12 üstəgəl 6 kökdə 3. Hər tərəf 6-ya bölsə 2 üstəgəl kökdə 3 almış olarıq. Əslində bu
belə deyək, əzbər bilinən bir dərəcədir. Tangens alfanı əgər biz 2 plus kökdüyü çalmışıqsa, burada alfa olur, elə 75 dərəcə və ya 105 dərəcə deyə bilərsiniz, fərqi yoxdur. Yəni ki, B variantı olmuş olur cavab. Və yaxud da siz bunu əzbər bilmirsinizsə, başqa necə yaza bilərsiniz? Hər birisinin K-larını əvvəlcədən zaten tapmışdıq. Baxın, bu funksiyanın K-sını 1 tapmışdıq. O 1 o deməkdir ki, K-nın üstü tangens alfa deyil, K 1-dirsə, demək ki, onun bucağı, əmələ gətirdiyi bucağı yazıram elə alfa bərabər 45 dərəcə olur. Çünki tangens 45 dərəcədə 1 alır. Demək ki, apsis oxu ilə 45 dərəcə bucaq əmələ gətirib. Digərinə də baxsaq, burada fikir verin. Mənfi kökdə öz bölü salır. Bu da təbii ki, apsis oxunun müsbət istiqaməti ilə deməli 150 dərəcə bucaq əmələ gətirməlidir. Baxın, burası 150-dir. Bura 150-dirsə, bunun bu tərəfi qonşusu olur 30. O zaman alfaya təbii ki, nə qalır? 45 ilə 30-u toplasam 75 eləyir. 180 ilə 75 çıxsam 105 eləyir. Belə də şifahi tapa bilərdiniz. Mənim görən kimi ağlıma ilk bu gəldi, amma sonradan təbii ki, bunun daha rahat olduğunu hiss elədim. Baxaq 15-ci suala. Çoxəllisini vuruqlara ayırın deyir. Bunun üçün qruplaşdırmaq lazımdır əlbəttə ki. X kvadrat, 2xy, bir də ki z kvadrat. Bunları yanaşı yazıram. Daha sonra geriyə qalan hədləri yazıram. Bunları yazandan sonra bir dənə mötəriz yalaq. Geriyə qalır mənfi 2z. Deməli, plus 1 çıx 2y və çıx 4y kvadrat. Düzdürmü? İndi, bu verir bizə x plus z-in mötərizə kvadrat. Gözəl. Daha sonra nə eləmək olar? Çıx. Burada. Başqa nə eləmək olar? Belə yazandan sonra yerdə qalan ifadələrdən əslində bir düstur yığa bilmirik. Bu misalda səhv eləmirəmsə bir problem var. Çünki bu 2z okeydir, amma burada bir dənə fikir verin. Burada y-in yerinə, yəni misaldakı bunu deyirəm, bu 2y-in yerinə 2x olsaydı. Baxın, y-i silib yerinə x yazıram. O zaman davamını düzəldə biləcəkdik də biz. Artıq belə yox, belə düzəldəcəkdim. Fikir verin bir dənə, görün nə yazıram. X plus z və çıx 1-in kvadratı, çıx 4y kvadratı 2y-in kvadratıdır. Düzdür? Həqiqətən də bunun əsası olsaq, baxın, x plus z-in kvadratı buradadır. Sonra onların hasilinin 2 misli, hasilinin 2 misli buradadır da. 2x ilə 2z buradadır ikisi. Və 1-in kvadratı o da burada. Bu şəkildə vuruqları ayırandan sonra kvadratlar fərqinə görə x plus z çıx 1. Deməli, çıx 2y. Bir dəfə də x plus z çıx 1 plus 2y. Səhv eləmirəmsə, elə bizə verir A variantını. Düzdürmü? Y-lər sadəcə fərqlidir də. Dediyim kimi, burada y-in yerinə x olmalıdır. Keçək baxaq 16-cı suala. Trigonometrik tənlik verib bizə. Deməli, nə eləyərəm? Burada kotangens görürəm. Kotangensin məxrəci sinus olduğu üçün sinus fərqli olmalıdır sıfırdan. Düzdürmü? Həmçinin kosinus da sıfırdan fərqli olmalıdır. Niyə? Çünki burada kotangens demək kosinus böl sinus demək olduğu üçün. Əgər kosinus sıfır olsa, gərək məxrəzdəki kotangens də sıfır olsun və bu da təbii ki, məxrəcin sıfır olması deməkdir, mümkün deyil. Nəsə, indi belə bir iş görək. Bu kəsri biraz sadələşdirək. Yəni, sinus x bölünsün. Cos x böl sinus x. Və ardıca vur, kosinus x də var.
plus 2'də 1 bərabərdir 1,5 sinus x. İndi burada sinus kvadrat x olacaq da, yuxarı qalxacağı üçün bunu buradan silərəm. Və növbəti addımda cos kvadratlar ixtisar gedəcək. Qalacaq sin kvadrat x. Deməli, üstə gəl 2'də 1 bərabərdir 1,5 sinus x. Gəlin hər tərəfi 2'yə vuraq. 2 sinus kvadrat x. Bunu sol tərəfə ataq və 2'yə vurub sol tərəfə atıram deyə. Olacaq mənfi 3 sinus x. 2'də 1 2'yə vuranda da elə 1 eləyəcək. İndi burada gəlin əvəzləmə eləyək. Sinus x-ə bir dənə t deyək. Olacaq 2t kvadrat çox 3t. İşte gəl 1 bərabər 0. Vuruqları ayıra bilərik və yaxud da ki diskriminantla da kökləri tapa bilərsiniz. Bir dəfə kökün biri 2'də 1 eləyir. Digəri isə deməli 1 eləyir. T nəyə demişdik? Sinusa. Bir dəfə sinusu 2'də 1'ə bərabər eləyirəm. Bir dəfə də sinusu 1'ə bərabər eləyirəm. Sinus bərabər 1'dirsə, baxın bu ikinci ödəməyəcək. Niyə? Çünki gərək sinus 1'i 90'da alır. Hansı ki 90'da da kosinus 0 eləyir axı. Yəni bu ödənmir. Düzdür? Çünki biz ən başdan demişdik ki kosinus 0 olmamalıdır. Demək sadəcə sinusun 2'də 1 olma tənliyi ödənməlidir. Bu da əlbəttə ki x bərabər mənfi 1 üstü n. 2'də 1 alır pi bölü 6'da. Üstəgəl pi k. Belə bir cavab B variantındadır. Cavab olur B. Keçək 17'yə. Tənliklər sistemi verilib bizə. Deyir tənliklər sistemindən x, y hasilini tapın. Belə eləyək də. Burada gəlin hansısa bir əvəzləmə eləyək. Məsələn, x bölü y, y bölü x var. Bir-birinin tərsidə. Məsələn, gəlin belə eləyək. X bölü y-ə hər hansısa bir k deyək məsələn. Olacaq k üstə gəl 1 bölü k bərabər 2. Düzdürmü? Əslində şifahidə bilə bilərsiniz. Cauchy teoremindən anlaş olan biləcək ki, bir-biri ilə qarşılıqlı tərs olan iki şeyin cəmi 2'dirsə, əgər 2 ədədin cəmi 2'dirsə, bir-birindən qarşılıqlı tərs olan. Demək ki, olan hər birisi 1 imiş. Yəni k burada 1 olmalıdır. Yox, əgər birbaşa onu müəyyənləşdirə bilmirsənsə, bunu ortaya məxrəcə gətirirsən, daha sonra çarpaz vurursan, kvadrat tənliyi yaranır. Oradan da yenə onsuz k-nı 1 tapırsan. İndi daha sonra k-nın 1 olmanı nə deməkdir? K nəyə demişdim mən? X bölü y-ə. Bu deməkdir ki, x y-ə bərabər imiş də. Və ikinci tənlikdə nəzərə alaq. Deyir 4y çıx x bərabər 6. Burada x-in yerinə ilə y qoysam, 3y bərabər 6 tənliyindən y alaram 2. Y 2-dirsə elə x də 2-dir. Soruşur x y hasilini. 2'yə vursam cavab olar 4D variantı. 18-ci sualda belə bir şəkil seçdim. Məsələn, əvvəla özünüzə diqqətlə oxuyun. Bütün tillər 1'ə bərabər olan düzgün, 6 bucaqlı prizmadır. İndi burada mən bizdən tələb olunan həmin xətti parçaları çəkmişəm. İndi bir məsələ var ki, bizdən AB1 və BD1 arasındakı bucağı tapmaq tələb olunur. Biz bilməliyik ki, AB1 onsuz da YD1'ə paraleldir. Ona görə də elə mənə demir BD1 ilə AB1 arasındakı bucağı tap. AB1'i paralel şəkildə köçürə bilərəm də YD1'ə. Ona görə baxın, köçürürəm bu cür paralel. Və artıq bununla deyil, bunun üstünə xətt çəkəcəm də, onunla deyil, bu ikisinin arasında qalan bucağa baxıram. Yəni burada gördüyünüz bucağa, o bucağı tapmağa çalışacağım. Və bu üç bucağı belə birləşdirək. İndi bizim üç bucağımız olacaq Y, D1 və B. Bu üç bucağın indi tərəfləri ilə iş görmək lazımdır. Birinci elə başlayaq YD1 tərəfindən. Təbii ki, AB1 parçasının uzunluğu ilə n olacaq. O da üzlərin hamısı kvadratda axı, bütün tillər 1 idi deyirdi. Kvadratın diagonalı rolundadır AB1. Ona görə də kök altında 2 eləyəcək. Yəni necə ki AB1
2-dir, kökdə 2-dir. Eləcə də YD1 təbii ki, kökdə 2 olacaq. İndi tərəfin birini tapdıq. Daha sonra BD1 tərəfinə baxaq. BD1 tərəfi bu uzun tərəf. Buranı necə taparam? Orada da artıq biz bilməliyik ki, BD bizim kiçik diaqonalımızdır BD. Və kiçik diaqonalda kökdə 3 daxil qoy bunu çəkim üstünə yazım kökdə 3. Ona görə də BD və D1 burada düzbucaq üçbucaq yaranır. Baxın, bilirsiniz hansı üçbucaqdan söhbət gedir? Buradakı. Baxın, bu rəylədiyim düzbucaqlı üçbucaq. Ona görə də ora kökdə 3-dürsə, bura D1 tildi də 1-ə bərabərdir. Onda mən BD1-i Pifaqordan tapa bilərəm. BD1-in kvadratı bərabər katetlərin kvadratlar cəmi. Kökdə 3-ün kvadratı üstəcək 1-in kvadratı. Bu da bizə verər 3 ilə 1-in cəmi 4. Onda BD1 olar 2. İndi qaldı B, YB. Baxın, bu hissə qaldı YB. Qələmin uzun görürsünüz. Yəqin ki, lazerlə də göstərim. Bu hissə qalır. Yazıram. YB hissəsi bərabər. O da əlbəttə ki, bizim altıbucaqlımızın böyük diaqonalıdır. Ona görə də tərəfin 2 mislinə bərabərdir. Tərəf də 1 olduğu üçün, yəni til nəzərdə tutun, 1 olduğu üçün elə olur 2. 2 mislin. İndi hər üç tərəfi bilirəm üçbucaqda. Bucağı necə tapacam? Üçbucağımı kənarda çəkmək istəyirəm. Biraz düzbucaqlı oxşadı. Hər hansısa bir üçbucaq çəkirəm. Baxın, bura Y'dir. Bura D1'dir. Bizdən hansı ki, bu bucaq soruşulur. Burada B'dir. Tərəfləri bir-bir yazaq. BY'ni tapdıq 2. BD1'i tapdıq. O da 2 idi. Bu isə nə almışdıq? Kökdə 2 almışdıq bunda. Hamısını tapdıq da. İndi bizə lazımdır bu bucaq. Alfa ilə işarə edirəm. Bura təbii ki, kosinuslar düsturunu tətbiq eləyəcəm. Biraz yerimiz azdır. Baxın, yazıram 3-cü tərəfin kvadratı, yəni 2-in kvadratı bərabərdir. 2 kvadratı üstə gəl. Kökdə 2-in kvadratı. Çıxılsın. 2 vur. Kökdə 2 vur. 2 vur. Kosinus alfa. Bunu hesablasaq 4 bərabərdir. 2 plus 4 çıxılsın. 4 kökdə 2 kosinus alfa. Buradan 4 kökdə 2 kosinus alfa bərabər olacaq 2-yə. Kosinus alfa da bərabərdir. 2 bölünsün 4 kökdə 2-yə. İxtisar eləsək 1 bölü 2 kökdə 2 eləyir. İndi bu məxrəcin kökdə 2-yə vurub böləndə həm sürət, həm məxrəc hər ikisini olur kökdə 2 bölü 4. Yəni kosinus alfa kökdə 2 bölü 4 olur Y variantı. Zaten məsələdə kosinusunu soruşur. Oradan əslində hiss eləmək lazım idi ki, kosinus teoremi istifadə olunacaq. 19-cu suala baxırıq. Maraqlı asan sualdır. İki qonşu təpəsi A və B nöqtələrində olan kubun. İndi siz burada bilirsiniz necə başa düşməlisiniz. Məsələn, niyəsində şəkil çəkməyə ehtiyac yoxdur. Başa salmaq üçün çəkirəm. Baxın, bu bizim kubumuz olsun. Biraz eybəcər olmuş ola bilər. Qonşu təpə deyəndə nə nəzərdə tutulur? Məsələn, ta ki, bura A-dırsa, A-ya qonşu ya bu ola bilər, ya da bu ola bilər də. Hər hansısa bir. Məsələn, mən bunu götürüb B deyirəm. Bilməlisən ki, iki qonşu təpə arasındakı məsafə elə kubun tilini verir. Yəni ki, mən A və B arasındakı məsafəni taparam. 2 nöqtə arasında məsafə düsturuna görə düstur belə idi. X-ları çıxıb kvadrata yüksəldirdik. Y-ləri çıxıb kvadrata yüksəldirdik. Düstura görə, baxın, bu arada Z də var imiş. Z indi gördüm. Z-dir. Fəzadadır nədir olsa, əlbəttə Z olacaq. X-ləri gəlin çıxaq. 3-dən mənfi 1 çıxsam, eləyəcək 4. 0, 2. Çıxıb kvadrata yüksəldirəm. Daha sonra Z-lərə baxaq. Kökdə 5-in kvadratı. İndi bu hesablasa kök altına 16 üstə gəl 4 üstə gəl 5. Bu bizə verəcək kök altına 25. Oradan da cavab 5 çıxacaq. Demək ki, bizim tilimiz 5. Tilimiz 5-dirsə, bizdən soruşu kubun diaqonalını. Bilməlisən ki, kubun diaqonalı A kökdə 3 düsturu ilə hesablanır. Ona görə də 5 kökdə 3 olur cavabımız. Yəni D variantı. Kubun diaqonalı deyəndə də bax bu nəzərdə tutulur. Əyri seçdim bir saniyə. Bax bu. Çox gözəl çəkirəm. Bu nəzərdə tutulur. Və yaxud da buradan bura qədər olan fərq yoxdur. Hansı təpədən istəyirsən çəkə bilərik. Bu olsun.
Yəni ki, tərəfin diaqonalı ayrıdır. Məsələn, kvadratda diaqonal A kökdə 2 düsturu ilə tapılır. Amma kubda diaqonal A kökdə üstü. Yadda saxlayaq. Sonra baxaq 20-ci suala. Kompleks ədəd sualıdır. Kompleks ədədin qoşmasını tap deyir. Qoşmanı tapmaq nə deməkdir? Əlbəttə ki, bunun üçün əvvəla sadələşdirməliyəm. Ən axırda qoşmanı taparam. Gəl Z bərabər. Burada bu hissəni istəyirəm məxrəcini qoşmaya vurub bölək əvvəlcə. Yəni 5 çıx i ifadəsini, 2 plus i ifadəsini. Bunu 2 minus i-yə vurmaq istəyirəm. Həm sürətini, həm də məxrəcini. Vur basaq, məxrəc eləyəcək 4 çıx i kvadrat, sürət eləyəcək 10 çıx 5 i, çıx 2 i, çıx i kvadrat, üstəgəl i kvadrat, düzdür. I kvadrat mənfi 1-dir. Ona görə 9-dan 1 çıxsam 9 olur. Ondan 1 çıxsam 9 olur. Çıx 7 i bölünsün. Yenə də burada da deyirəm, i kvadratın yenə mənfi 1 qoyanda eləyəcək 5. Ardıca plus 1 də var idi, unutmayaq. O zaman z-imiz bərabər olacaq. Üstəgəl 1. Bunu biraz sadələşdirsək, yəni bu kəsri ayırsaq və yaxud da orta məxrəcə gətirib sonra da ayıra bilərik. Heç bir fərqi yoxdur. Bilirəm ki, bu 1 əslində 5 də 5-dir. O zaman 14 çıx 7 bu şəklə düşər. Və bunun biz qoşmasını tapırıqsa, i-nin qarşısındakı şahəsini dəyişirik. Yəni z üstü xət bərabər olur. 5-də 14 üstəgəl 5-də 7 i-yə. Bu da bizə hansı variantsa verir? Belə bir cavab variantda olmasa da, arxadan varianta baxdıq, düzgün cavab B variantı çıxıb. Hər halda çap xətası olub. Ümumiyyətcə, bu sınavda çap xətaları artıq ikinci çap xətasında da bayaqdan görürük. Eybi yox, olsun. Əsas odur, sualları başa düşün. 21-ci suala baxaq, paralel köçürmə sualı. Paralel köçürmə zamanı A nöqtəsi, B nöqtəsi, C nöqtəsi nöqtəsində olan üçbucağın xaricə çəkilmiş çevrənin mərkəzi 5-7 nöqtəsinə keçirsə, daxilə çəkilmiş çevrənin mərkəzi hansı nöqtəyə keçər? Maraqlı sual. Birincisi, biz üçbucağın xassələrini təyin etməliyik burada. Əgər təpəsi ABC-dirsə, bu üçbucaq düzbucaq üçbucaq olacaq. Niyə? Çünki 8 ilə 6 belə bir görüntü yaradır. Orada bir dənə fikir verin. Çəkmədən necə bildim? Bu x oxudur. Bu y oxudur. A nöqtəsi 0,0-dadır. Yəni burada. B nöqtəsi 0,8-dir. Yəni ki, buralarda bir yerdə. C nöqtəsi isə 6,0-dır. Burada baxın. Əlbəttə ki, koordinat oxları bir-birinə perpendikulyar olduğu üçün bu da düzbucağı üçbucaq olacaq. Burası 8, burası 6, burası da 10. İndi nəysə. Deyir ki, xaricə çəkilmiş çevrənin mərkəzi. Bunun üçün xaricə çəkilən çevrənin mərkəzini bilmək lazımdır. Və daxilə çəkilmiş çevrənin mərkəzini bilmək lazımdır. Gəlin xaricdən çəkək çevrə. Xaricinə çevrə çəksəm, həmin çevrənin mərkəzi hipotenuzun orta nöqtəsidir. Mən də hipotenuzun orta nöqtəsini tapmaq üçün B və C-nin orta nöqtəsini tapmalıyam. Düzdür? B-C arasındakı məsafənin orta nöqtəsi. Onda B ilə C-nin koordinatlarını toplayıb 2-yə bölsəm, baxın 0,8 ilə 6,0. Toplayıb 2-yə bölsəm, x-lərini, y-lərini toplayıb 2-yə bölsəm, 0 ilə 6-nın cəmini yarıya böləndə 3 eləyir. 8 ilə 0-ın cəmini 2-yə böləndə 4 eləyir. Yəni mərkəz olur 3, 4. Düzdürmü? Üçbucağın xaricdən çəkilmiş çevrənin mərkəzi, yəni ki 3, 4 keçib 5-7-yə öz mənə deyir. Deyir, daxilə çəkilən çevrənin mərkəzi. Bunun üçün də gedərəm, kiçik yeri taparım. Daxilə çəkilmiş çevrənin radiusunu. Kiçik yerin düsturu da bilməz ki, A plus B çıx C bölü 2-dir. Düzbucaq, üçbucaqda. Yəni 8, 6-nı toplayıb 10-u çıxıb 2-yə bölsəm, kiçik yeri alacam 2. Kiçik yer 2-dirsə, bu o deməkdir ki, kiçik çevrənin, yəni daxilə çəkilən çevrənin mərkəzi 2-2 nöqtəsindədir. Həmin o 2-2 nöqtəsi bəs hara keçər? Buna baxmalıyıq.
Baxın 3, 4, 5, 7-yə keçibsə nə baş verib? Demək ki, x-i 2 vahid artıb, y-i isə 3 vahid artıb. Düzdür? İndi eyni şey bura tətbiq eləyək. X-ini 2 vahid artıraq, olacaq 4. Y-ni 3 vahid artıraq, olacaq 5. 4, 5 olur. D variant. 22-ci sual vektorlardır. X, Y vektoru bir-birinə perpendikulyar imiş. Deyir ki, A və B vahid vektorlar arasındakı bucağı tapın. Demək, gəlin skalar asildən ilə başlayaq. A üstəgəl 2B'dir X, Y-dəki 5A çıx 4B. Bunların hasili 0 olmalıdır. O zaman vuraq açaq. 5A kvadrat çıxılsın 4AB, üstəgəl 10AB, çıx 8B kvadrat bərabər 0. Onda olacaq 5A kvadrat, üstəgəl 6AB, çıx 8B kvadrat bərabər 0. Daha sonra deyir ki, A və B vahid vektorlar arasında. Vahid vektorlar nə olurdu? Modulu 1-ə bərabər olurdu. Yəni ki, baxın, burada mən, bunlar əslində özünün kvadrat demək, elə modulun kvadrat deməkdir. Onları yenə 1 qoyaram. Vahid vektorların modulu 1 olur. Olacaq 5 vur 1 üstəgəl 6AB, çıx 8 vur 1 bərabər 0. Yəni 6AB bərabər olacaq 8 çıx 5-ə, yəni 3-ə. Düzdürmü? Belə. İndi skalar hasili buradan aldıq ki, 2-də 1-dir. Bəs skalar hasil özü necə yazılırdı? Skalar hasilin düsturu nə idi? AB skalar hasilin düsturu. Üstündə bu arada oxlar qoymamağımı video çox uzun olmasın deyə qısa-qısa danışıram, ona görə ox qoymuram. Skalar hasilin düsturu nə idi? Bilirəm ki, A-nın modulu vurulsun, B-nin modulu vurulsun, kosinus alfa idi. Bax, bunun yerinə bunu yazdım. Bərabər 2-də. İndi arasındakı bucağı soruşur. Yəni ki, kosinusu soruşur. A-nın B-nin modulu zaten 1'dir. Çünki vahid vektor idi. 1 vur 1 vur kosinus alfa bərabər 2-də 1-dən. Elə kosinus alfa 2-də 1-dir. Alfa onda nə olacaq? Əlbəttə ki, 60 dərəcə. Yəni pi bölü 3. Bu qədər asan. 23-cü sual. Diagonallarının sayı. Bilməlisən ki, diagonalların sayı n vur n-3 bölü 2 düsturundan hesablanır. Tərəflərinin sayından, yəni n-dən 12 vahid çox olan, yəni n plus 12 olan çoxbucaqlının gəlin əvvəlcə n-i tapaq, sonra baxarıq aqibətinə. Bunun üçün nə edirik? Hər tərəfi 2-yə vuraq. N vur n-3 bərabərdir 2n üstəgəl 24. Buna çarpaz vurmaq da deyə bilərsiniz. N kvadrat çıx 3n bərabər 2n plus 24. Kvadrat tənliyi həll eləsək, sadələşdirib hər şeyi sola yıxsaq, belə bir tənliyi alarıq. Buradan Viye teoremindən əslində n-i tapa bilərsiniz. Deməli, 8 və -3 olur. Təbii ki, -3 kənar kökdə, onu götürmürük. Ona görə götürmürük ki, n orada tərəf sayını göstərir, mənfi ola bilməz. N əgər 8 isə bizdən soruşur daxili bucaqların cəmi. Yadda saxlayın, daxili bucaqların cəmi 180 vur n-2 düsturu ilə hesablanır. N-in yerinə tapdığım 8-i qoyaram. 180 vurulsun 8 çıx 2. Yəni 180 vur 6, bu da bizə verər 1080-i. 24-cü suala baxırıq. Bərabərsin ən kiçik tam həllini tapın. Neyin yerəm? Birincisi 9. Burada 3'ün kvadratıdır. Yazıram 3'ün kvadratı vurulsun. 3 üstü x çıx 6 bölü 4. Vurma zaman qüvvət üstləri toplanılırdı. Olacaq 3 üstündə. 2 ilə x çıx 2'ni toplasam, eləcə x çıx 4. Daha sonra nə eləmək lazımdır? Burada 3 var da. İstəyirəm ki, hər tərəf 3 əsasından loqaritmliyim. Necə loqaritmliyim? Bax, burada yazıram loqaritma 3 əsasından. Elə bir belə yazaq da loqaritma 3 əsasından. Burada yazıram. Loqaritma 3 əsasından. Elə bir loqaritma 3 əsasından bu və loqaritma 3 əsasından 4. Gözləyin bir dənə o ayrı yazım. Səlqəsiz olur. 3 əsasından 3 üstü x çıx 4 böyükdür. Loqaritma 3 əsasından 4. Baxın belə bir şey. Hər tərəfi 3 əsasından loqaritmləmək deyirik buna. Baxın, bu niyə elədim ki? Bu 3'lər gedirdi. Qüvvət gəlirdi qarşıya. Düzdürmü? Olacaq x çıx 4 böyükdür. Bunlar gedirdi. 3'lər bir-birini. Loqaritma 3 əsasından 4. Düzdürmü? İndi x böyükdür 4 üstəgəl loqaritma 3 əsasından 4 alaram. Düzdür? Bərabərslik həll edirik sonuçda. Loqaritma 3 əsasından 4'ün qiymətini təxmin eləmək lazımdır. Bilirəm ki, loqaritma 3 əsasından 3 özü 1'dir. İndi burada axı 4'dür. Bir balaca böyük olmalıdır da 1'dən. Düzdür? 1'dən 1 balaca böyük. Yəni 1 tam nə qədərsə düşünə bilərsən. 4'ün üstünə 1 tam nə qədərsə gələndə eləcə 5 tam nə qədərsə. Demək ki, x həmin o 5 tam nə qədərsədən böyükdür.
Bu şərti ödəyən ən kiçik tam ədəd kimdir? Əlbəttə ki, olacaq 6. Bax, yanına da yazıram, ən kiçik qiymət olur 6. Baxaq, nədir bu? 25. 25'e baxırıq. Deyir ki, ABC üçbucağının hündürlükləri üçün bu olarsa, deyir, bunu tapın. Hündürlüklərin nisbəti verib, perimetrin AC cəminin nisbətini soruşur. Deməli, burada sahə düsturu bizə lazımdır. Əlbəttə ki, S bərabərdir 2/1 AH. Əlbəttə ki, burada hündürlüklərlə tərəflər bilməliyəm ki, tərs mütənasibdir. Düzdür? Hasil olan yerdə A-nın H-nın ortasına vurma var. Onlar tərs mütənasib olur. Tərəflə hündürlük tərs mütənasibdir. Əgər hündürlüklərin nisbətini belə veribsə, tərəflərin nisbəti, yəni ABC-nin nisbəti onda olacaq 4/1, 3/1 və 6/1. Onların tərsi şəklində. Bunu belə yazdıq və növbəti addım nə edərəm? Bunların hər birisini gəlin 12-yə vuraq. Hamısını 12-yə vuraq, kəsirdən canımız qutarsın. Düzdür, eləyə bilərəm də. O zaman nisbətlər nə olar? 3, 4 və 2. Hamısını 12-yə vurdum, kəsirdən qurtulmaq üçün. Onda tərəflər 3, 3K, 4K, 2K olur. Düzdürmü? İndi baxın. A olur 3K, B olur 4K, C olur 2K. Mənə də deyir ki, perimetrin AC cəminə nisbəti. Perimetrin yerinə ABC yazıram. Onda nə olacaq? ABC-nin yerinə bu üçün toplasam neçə K eləyir? 9K eləyir, düzdür? AC cəmi nədir? 3K-nın 2K-nın cəmi, yəni 5K. K-lar da ixtisar getsə, son olaraq 9/5 qalmış olar. O da 1/8 eləyir. Yəni cavab 1/8 eləyər. 26-ya baxaq. Limit. Limiti hesabla x bərabər -1 aparıb yerinə qoysaq, deməli -1 qoysam, sürətdə 0 eləyir, məxrəcdə də həmçinin 0 eləyir. İndi sürətdə 0, məxrəcdə 0, 0/0. Onda nə edirdik? Deyirdik ki, ya vuruqlara ayırmalısan, ya da ki, L'Hopital qaydasından istifadə eləməlisən. Məsələn, mən istəyirəm bu dəfə L'Hopital deyil, vuruqlara ayırma ilə yazın. Fərqi yox, siz necə istəyirsiniz yaza bilərsiniz. Mənfini qarşıya çıxarıram. Mənfini qarşıya çıxarıram. 4x kvadrat üstə gəlir 3x çıx 1. Daha sonra məxrəci burada hələ ki vuruqlara ayırmıram. Amma məxrəci vuruqlara ayırmaq çətin deyil. Baxın, siz bunu vuruqlara ayırmaq üçün bilməm də kimdən hansı asan gəlirsə, L'Hopital'la yazmaq çoxuna asan gəlir. Elə də yaza bilərsiniz. Mən bir şey dediyim ki, sizə vuruqlara ayırmaq üçün əslində çox çətin deyil, amma A vur x çıx x1. Bir də x çıx x2. Bax, bu vuruqlara ayırmanın qaydasıdır. A-dakı təbii ki, orada x kvadratın qarşısında duran ədəddir. Yəni, bizdə məsələn 4-dür burada, sürətdə A-mız. Heç nə, gedirsən diskriminantla kökləri tapırsan. Məxrəcdə diskriminanta ehtiyac yoxdur, V-dən tapdım. Amma sürətdə artıq lazımdır diskriminantla. Mən indi onu rahatlıqla yaza bilərəm də. -4x çıx 1, bir də x plus 1 olacaq, səhv verməmsə. Vurub açanda ödəyir. İndi bax, bir şey var ki, bunun qarşısındakı mənfini bura vurub, açıb. Bu 4x çıx 1-in yerini dəyişib 1 çıx 4x eləyə bilərəm, eləyərəm. Yazıram, bax, 1 çıx 4x və mənfini götürdüm burada. X plus 1-lər ixtisar getsə, qalacaq limit x yaxınlaşır -1-ə, x plus 3 məxrəcdə, 1 çıx 4x sürətdə. İndi heç nə, aparıb x-in yerinə -1 qoyuram. 1 çıxılsın 4 vur -1. -1 üstə gəl 3. Məxrəc elədi 2. Sürət isə eləyir 5. 5-i 2-yə böləndə cavab olacaq 2,5. 27-ci sualda kvadratın bir tərəfindən keçən müstəvi, bir tərəfindən, yəni bu tərəfindən keçib müstəvi, onunla 60 dərəcə bucaq əmələ gətirir. Yəni bu hissədə, baxın, bu hissədə 60 dərəcə arasında açılıb belə qənaətə gəlirik. Deyir ki, qarşı tərəfdən müstəviyə qədər məsafə 4 kökdür. Qarşı tərəfdən də nə nəzərdə tutulur? Bu müstəvidən keçən tərəfdir. Bununla qarşı-qarşıya duran tərəf budur. Qarşı tərəf yəni buradır. Buradan müstəviyə qədər məsafə demək, bu perpendikulyarı indirmək deməkdir. Və həmin perpendikulyar bizə verib 4 kökdür 3. O zaman aydın məsələ ki, burada düzbucaq, üçbucaq yaranır və bura 30 dərəcədir. 60-ın qarşısında 4 kökdür 3 varsa, 30-un qarşısında 4 olacaq. Hipotenuzunda olacaq 8. Onda belə çıxır ki, kvadratın tərəfi, yəni birinci sualın cavabı olur 8. 1-ə gedir A. Daha sonra ikincidə deyir kvadratın diaqonalı. Kvadratın diaqonalı olacaq A kökdə 2, yəni 8 kökdə 2. Üçüncüdə deyir ki, kvadratın diaqonalının kəsişmə nöqtəsindən müstəviyə qədər məsafə
Baxın, diaqonalın kəsici nöqtə budur. Buradan müstəviyə qədər məsafə deyəndə artıq bu xəttə qədər məsafə deyil də içəridən elə belə düşündündə bu tərəfdən gedib baxmalısınız. O şəkli tam görmək üçün bunu şəffaf təsəvvür eləyin. Baxın, bu hissəni şəffaf təsəvvür eləyin. Artıq buradakı 4/3 var. Onun yarısı qədər olacaq da. Çünki bilməlisiniz ki, diaqonal çəkdiyi nöqtədə yarıya bölünür. Düzdürmü? Ona görə də burada elə bir oxşarlığa görə bu hündürlük 4/3-dür, o hündürlük onun yarısı olmaq zorundadır. Ona görə də 2/3. Yəni D variantı. Qaldı son 3 sualımız. 28-də nə deyir bizə? ABC üçbucağında S bucağı 90 dərəcədir. Gəlin bir dənə üçbucaq çəkək. Bura 90 qoyaq. Sonra deyir ki, AB 13-dür. Daxilə çəkilmiş çevrənin radiusu, yəni balaca yer 2-dir. Üçbucağın sahəsini soruşur. Bunun üçün nə edərəm? Təbii ki, balaca yerin düsturunu xatırlayaq. A plus B çox C bölü 2. Və yerinə qoyaq. Erin yerinə 2 qoyaq. A plus B'ni bilmirəm. C amma 13'dür. Buradan A plus B 17 alınır təbii ki. 13 ilə 4'ü toplayanda. İndi bizdən soruşur üçbucağın sahəsi. Üçbucağın sahəsi katetin sahəsinin yarısıdır. Yəni AB bölü 2 düsturuyla hesablanır. Bir məsələ var ki, burada biz bu veriləndən necə istifadə edirik 17-dən? Təbii ki, hər tərəfi kvadrata yüksəltməklə A kvadrat üstə gəl 2AB üstə gəl B kvadrat bərabər 289. Bir məsələ var ki, A kvadrat və B kvadratın cəminin yerinə mən nə qoya bilərəm? Təbii ki, C-nin kvadratını. O ikisinin cəminin yerinə 13-ün kvadratını qoyuram. Yəni 169. Üstə gəl 2AB bərabərdir 289. Buradan biz alarıq 2AB-ni. Deməli 120 bərabər 120. O zaman AB də olar 60. Əgər AB 60-dırsa, sahə düsturuna görə 60-ı 2-yə bölərəm. Cavab olar 30. Çox asan və maraqlı sualdır əslində. 29-cu sual. Tənliyinin bir kökü A isə hesablayın. Deməli, bir kök adı nə deməkdir? Apar x-in yerinə A-nı qoy deməkdir. Olacaq A-nın kvadratı çıx 3A üstə gəl 5 bərabər 0. Buradan nə edə bilərəm? Çox şey eləyə bilərəm əslində. Hələ qalsın. Böyük ehtimal ki, bu ifadənin yerinə -5 qoyacaq. O qalsın. İndi soruşulan ifadəni istəyirəm sadələşdirim. Necə sadələşdirə bilərəm? Əslində baxın bir dənə burada. Bu ikisini 1 götürün. Bu ikisini 1. Bir dənə fikir verin. A plus 2 vur A minus 5'i yanaşı yazıram. Diğerlərini də 1 yanaşı yazıram. Bunları bir-birinə vuracağım, amma hissə-hissə. Birinci bu ikisini vurmaqdan başlayıram. Diqqətlə baxın. Vurub açanda nə eləyəcək? A kvadrat çıx 5A üstə gəl 2A çıx 10. Bu birisini vurub açanda nə eləyəcək? A kvadrat çıx A çıx 2A üstə gəl 2. Bu eləyəcək A kvadrat çıx 3A çıx 10. Bu isə eləyəcək A kvadrat çıx 3A plus 2. Düzdür? İndi biz bu birinci tənlikdə A kvadrat çıx 3A'nın yerinə -5 qoya bilirikmi? Bəli. Gəlin burada bu hissənin yerinə -5 qoyuram. Onu da çıxanda eləyəcək. Qiyməti eləyəcək -15. Burada da həmçinin bu hissənin yerinə -5 qoyanda üzərinə 2 gəlində eləyəcək -3. Son olaraq həmin o -15 ilə -3'ü ortasında vurma olduğu üçün bir-birinə vursam cavab eləyər 45. 30-cu sualın müxtəlif üsullarla isbat eləmək olar. Onlardan birini göstərim. Vaxt qalarsa ikinci isbat üsulunu da göstərərəm. Dediyim kimi bir neçə üsul var. Baxın, belə bir şəkil çəkirəm. Hər hansısa bir üçbucaq çəkirəm. ABC olaraq tərəfləri adlandırıram və iki tərəfin, yəni A və B tərəfinə çəkilən medianları qeyd edirəm ki, onlar bir-birinə perpendikulyar olmalıdır. Tamam, indi şəklimizi çəkəndən sonra bilməlisiniz ki, medianlar kəsişdiyi nöqtədə təpədən başlayaraq 2-nin 1-ə nisbətdə bölünürdü. Ona görə burada 2x, x yazmışam. Burada isə artıq fərqli hərflərdən, dəyişənlərdən istifadə etmək lazım olduğu üçün 2y və y demişəm. İndi bir məsələ var. Burada bir dənə düzbucaq, üçbucaq yaranıb. Bu düzbucaq, üçbucağa baxsaq, biz yaza bilərik ki, 4x kvadrat üstə gəl 4y kvadrat bərabər c kvadratı. Düzdür? Bu düzbucağa, üçbucağa baxsaq, bilməlisiniz ki, median olduğu üçün hipotenuz bura B bölü 2'də. Yazaram ki 4x kvadrat üstə gəl y kvadrat bərabərdir. B bölü 2'nin kvadratı nə eləyir? B kvadrat bölü 4. Bu biri düzbucağa, üçbucağa görə bilirəm ki, bura A bölü 2'dir. Olacaq x kvadrat üstə gəl 4y kvadrat bərabər A kvadrat bölü 4. Düzdür? Baxın, bu üç dənə tənlikdən istifadə etmək lazımdır. Necə?
Əvvəla bu və bu. Bunları yazıram bir sistemdə. A kvadrat bölü 4, daha sonra 4x kvadrat, y kvadrat, b kvadrat bölü 4. İndi burada tərəf-tərəfə toplasaq 5x kvadrat, 5y kvadrat bərabərdir a kvadrat plus b kvadrat bölü 4. Düzdür? Belə bir ifadə aldıq. Daha sonra burada 5 mötərizə xaricini çıxararam. X kvadrat plus y kvadrat bərabərdir a kvadrat plus b kvadrat bölü 4. Növbəti addımda nə edərəm? Biz bilirik ki, buradan 4x kvadrat üstə 4y kvadratın yerinə c qoymaq olurdu. O zaman burada, bax bu mötərizənin yerinə mən nə yaza bilərəm? Bu mötərizənin yerinə mən c kvadrat bölü 4 yaza bilərəmmi? Bəli. Davam eləyək. Bölü 4. Artıq hər şey hazır. Hər tərəfi 4-ə vursaq, yəni 4-ləri ixtisar eləsək, alınacaq 5c kvadrat bərabərdir a kvadrat plus b kvadrat. Beləliklə isbatımız tamamlanmış olur. Harasısa qaranlıq qalsa, aydın olmasa mütləq şərtdə soruşun. Digər üsulun isə sadəcə yolunu deyim. Çünki bu daha rahatdır. O bir üsul biraz uzun gedəcək. Median düsturlarından istifadə edə bilərsiniz. A və B tərəfindən çəkilən medianları düsturlarını yaza bilərsiniz. Daha sonra həmin medianların artıq bu hissələrinin, yəni medianların 3/2 hissələrdir. Bura çünki ümumi fikir verib, bir dənə ümumi 3x-dir. O zaman bu hissəsi 3/2 hissəsi olur. Həmçinin eyni şey bu birisinə də aiddir. Ümumi 3y-dir. Onda bu hissəsi 3/2 hissəsi olur. Yəni bu düzbucaqlı üçbucaq üçün onların 3/2 hissələrinin kvadratlar cəminin c kvadratına bərabər olduğunu alırsınız. Orada müəyyən sadələşdirmə eləyib nəticəyə gəlmək olar. Amma dediyim kimi daha uzun gedəcək. Bu ən gözəl, rahat üsuludur. Alternativ başqa üsullarınız varsa, onları da mənimlə bölüşməyi unutmayın. Belə artıq növbəti sınağın sonuna gəldik. Düşünürəm ki, faydalı oldu. Hələlik.